Mövzu belədir ki, mən bir dəfə kurs etmək istəyirəm. Bax dostlar, sən əgər bir dəfə kurs eləyirsənsə və bir müddətdən sonra indi kurs çəkilir də insanın bədəninə. Və onda insanda nə baş verir? İnsan zala gedir. Mən hər dəfə bunu deyirəm ki, insan misal üçün 70 ilə işləyirdi, işləyə bilmir. İşləyir 50 ilə, gücü qalmır. Ətrafdan da deyirlər ki, sən düşmüsən. Yəni özün də görürsən ki, düşmüsən. Və sən zala gedib gəlirsən, nəticə istəyirsənsə, görürsən heç bir dəyişiklik yox. Həqiqətən də. Və bir müddətdən sonra səndə bu, belə deyim də, loru dildə desə, lomka basır səni. Və sən o vəziyyətdən çıxmalısan. Və sən düşünmə ki, bir gün çıxar, sabah çıxar. Yox, sən dayanmadan məcbursan ki, məşq eləsən. Ondan sonra görəcəksən ki, inkişaf var. Yoxsa ki, sən deyirsən ki, əgər mən bir dəfə kurs eləyim, həmişə formada qalım. Onda elə şey yoxdur. Gərək sən daima kurs eləyəsən. Mən bir daha söyləyirəm ki, reallıq budur. Yəni bir dəfə kurs eləməklə sən düşünürsən, həmişə belə qalacaqsan. Yox, xeyr dostum, elə bir şey yoxdur. Bir də ki, fikriniz professionallara getməsin. Onların meneceri var, menecerin köməkçisi var, həkimi var, həkimin köməkçisi var və s. ilahi. Hər həftə də ki, analiz verirlər, yoxlayırlar. Yəni mən hal-hazırda insanlar var ki, heç bəlkə də 2 illik, 3 illik həkimə gəlib analizi vermir, heç bilmir nə var, nə yox. Bir daha söyləyirəm ki, salamatı sağlam qida. Vəssalam.